Salam əziz və dəyərli izləyicilərim. Hər birinizi salamlayıram öz sözümdə. Və bir gün zaman tapıb elə. Həmişəki kimi istədim elə. O qızıl olan zamanı sizlərə xəsrəm, əziz izləyicilərim. Və istədim bir gün belə bir mövzunu toxunam. İnsanların üç pozisiya bölünür. Birinci pozisiya əksər olan insanlar qurban pozisiyasıdır. İkinci pozisiya müşahidəçidir, ancaq müşahidə edirlər. Üçüncüsü də isə bu insanlardır ki, həmişə hərəkətdə olurlar, öz məqsədlərinə çatan insanlardır. Onlar nə müşahidə edirlər, nə də ki, qurban pozisiyasındadırlar. Hərəkətdə olan insanlardır. Bunlar müəllifdirlər. Yəni, birinci pozisiya qurban pozisiyasıdır insanın, ikinci müşahidədir, üçüncü də ki, bunlar öz həyatının müəllifləridir, özləri yazır öz həyatlarına. Bu haqda istədim belə qısa da olsa iki mövzunu toxunam. Və əksər insanlar bildiyimiz kimi cəmiyyətin 70-80% insanlar qurban pozisiyasındadırlar ki, yəni bu insanlar həmişə məsuliyyəti başqa insanlara yönədirlər və həyatlarında nəsə alınmayanda bunlar heç nə eləmirlər və heç nə eləmədiklərində həyatları bunlar istədiyi kimi getmir və bunlar həmişə daima ancaq tənqid nişanla öz yaxın çevrəsində olan insanları deyirlər ki, yəni tənqid edirlər ki, yəni sizə görə alınmadı, ya həyat tərzinə, həyatı tənqid edirlər. Yəni, qurban olan pozisiyasında əfsuslar olduğu ki, çoxdur cəmiyyətdə belə insanlar. Bunlar həmişə günahlandırırlar həyatın özünü, həyatın gediş haqqını və yaxındakı çevrelərində olan insanları. Müşahidəçi olan insanlar, bunlar hərəkət eləmirlər, nə qurban pozisiyasında deyirlər, ancaq müşahidə edirlər. Bunlar, yəni, heç kim tənqid eləmirlər, yəni, və bilirlər ki, yəni, heç kim günahkar görmürlər, nə həyatı, nə yaxın çevrədəki insanlar. Onlar bilirlər ki, hamısı bunlara görədir, yəni, bunlar heç nə eləmirlər deyənə, yəni, müşahidə kimi ancaq izləyirlər, müşahidə aparırlar və hərəkət eləmirlər, müəllif deyirlər öz həyatını. Ən pis pozisiya qurban pozisiyasıdır. Üçüncü pozisiya, ən gözəl pozisiya müəllif pozisiyasıdır. Bu insanlar həmişə bütün məsuliyyəti öz üzərinə götürürlər. Yəni müəllif pozisiyasında olan insanlar. Bunlar bilər ki, bunların həyatı, bunların talihləri bunlardan asılıdır. Bütün məsuliyyətləri özlərinə götürürlər. Həyatlarında nəsə alınmasa belə, yenə də özlərini günahlandırırlar ki, mənə görə oldu. Yəni ətrafdakı insanlara günahlandırmırlar, həyatın özünü günahlandırmırlar. Müəllif pozisiyasında olan insanlar. Bunlar özləri ancaq günahlandırır ki, mənə görə alınmadı və daimi yenə hərəkətdədirlər bu insanlar. Bunların talihləri bilər ki, həyatın özü bunların üzərindədir. Ən gözəl pozisiya budur. Amma əfsuslar olsun ki, belə olan insanlar, müəllif pozisiyasında olan insanlar çox azdır. 20-15% cəmiyyətdə. Çox faiz təşkil edən qurban pozisiyasında olan insanlardır ki, həmişə daima hamını günahlandırırlar, hamını tənqid edirlər, həyatın özünü tənqid edirlər. Bunlar qurban pozisiyasındadır, heç nə eləmirlər, ancaq hamını tənqid edirlər. Falan kəsə görə alınmadı, həyata görə alınmadı. Yəni belə bir bunların mövzusu ya. Müşahidəçi pozisiyası da yəni belə orta saydadır. Yəni orta faiz təşkili, hardasa 30-40% kütlədə cəmiyyətdə. Dediyim kimi ən pis pozisiya qurban pozisiyasıdır. Ən gözəl pozisiya müəllif pozisiyasıdır ki, bütün məsuliyyəti insan öz üzərinə daşıyır. Yəni bilir ki, həyat bundan asılıdır, özündən asılıdır yəni. İnsanın talihi üzərindədir. Qısa da olsa istədim bir gün mövzu buna toxunam, əziz və dəyərli izləyicilərim. Hər birinizə çox təşəkkür edirəm ki, izləyirsiniz mənim videolarımı vaxt zaman tapdıqca. Əlbəttə ki,